Biz sensor bacarıqların inkişaf məşğələsinin təşkilini keçirik. Sensor nədir? Baxın müəllimlər, sensor deyəndə ilk olaraq fikrinizə gəlsin əlimizdə işlətdiyimiz smart telefonlar. Biz onun ekranını necə hərəkətə gətiririk? Əlbəttə ki, əlimizdən toxunaraq, sensoru inkişaf etdirərək, sensora toxunaraq. Bax, uşaqların sensor inkişafı da onun hiss dərk etməsini, duyğu, qavramasını inkişaf edən perseptiv əməliyyatların mənimsənilməsidir. Məsələn, əşyaların xarici əlamətləri, forması, rəng ölçüləri, fəzada vəziyyəti, həmçinin iyi, dadı və s. haqqında təsəvvürlərin formalaşma prosesidir sensor inkişaf. Sensor inkişaf özü körpənin ətraf aləmi hissiyyat orqanı vasitəsilə qavraması deməkdir. Görmə, eşitmə, iyi duyma, toxunma hissi, bunlar üçün uşaq ətraf mühitin öyrənilməsində ən yaxşı köməkçilər hesab olunur. Sensor inkişaf üçün biz oyunlardan istifadə edirik. Əslində sensor bacarıqlar biz bunu sensor bacarıqlarda uşaqlara məntiqi riyazi təfəkkürü formalaşdırmağa çalışırıq. Yəni 1-3 yaşlı uşaqlarda məntiqi riyazi təfəkkür məşğələsi keçirilmir. O məşğələ sensor bacarıqlardan əvəz olunur. Lakin orta qrupdan sonra məntiqi riyazi təfəkkür adı altında artıq uşaqlarda inkişaf etdirilir. Bunun üçün də məsələn biz istifadə edirik konusvari piramida. Yəni uşaq, körpə konusvari piramida vasitəsilə ölçülərə görə mənimsəməni inkişaf etdirmiş olur. Uşağa piramidanın halqalarını onun ölçülərindən asılı olaraq düzüldüyünü göstəririk. Yəni böyükdən kiçiyə doğru. Artıq uşaq burada nə etmiş oldu? Böyük, kiçik anlayışını mənimsəmiş olur. Toxunma hissini inkişaf etdirmək belə tapşırıq körpənin əli ilə müxtəlif əşyalara toxunmaqla keçiririk ki, oyuncaq, qələm, əlcək və s. fərqi yoxdur. Körpənin gözünü biz bağlayırıq, toxunmaları başlayır təkrarlamağa. Yəni körpənin vəzifəsi nədən ibarətdir? Həmin əşyalara toxunmaqla onları xatırlasın. Yəni əvvəl mən qələmə toxunmuşdum. İndi toxunuram, bu qələmdirmi, yoxsa əlcəkdirmi? Rəngli kubiklər. Kubikləri rənglərə görə ayırmaq. Bu uşaq üçün çox faydalı bir tapşırıqdır. Bunun üçün 2 yaşlı uşağa çoxlu sayda eyni ölçüdə müxtəlif rəngdə kubiklər vermək və rənglərə görə ayırmağa tapşırmaq lazımdır. Oyunun rənglərini artırmaqla biraz da çətinləşdirmək olar. Daha sonra meyvə tərəvəz oyunu keçiririk. Parçadan tikilmiş torbaya müxtəlif tərəvəz, pomidor, xiyar, kartof fərqi yoxdur, qoyuruq. Həmçinin meyvədən istifadə edə bilərik. Yəni yalnız tərəvəz olmaya da bilər. Alma, armud. Körpə əlini torbaya salaraq onlara toxunmaqla tərəvəz və yaxud da meyvəni tapmalıdır. Hətta tapşırığı çətinləşdirmək üçün biz nə edə bilərik? Həmin meyvənin hansı rəngdə olması, hansı formada olması barədə məlumat alarıq uşaqlardan. Bir də var yamsılamaq oyunu. Yamsılama oyunu biz körpəyə müxtəlif mimikalar göstəririk, qaşqabağımızı tökürük, gülümsəyirik, gözümüzü bərəldirik, dişimizi ağardırıq. Uşaq da nə edir? Biz elədiyimizi təkrarlamış olur. Yəni bununla da uşaqda yamsılama, imitasiya etmə formalaşmış olur. Əl və ayaqlarının iştirakını daxil etməklə hərəkəti daha da çoxalda bilərik. Sonra biz sensor mədəniyyət, sensor etalon öyrənəcəyik. İlk öncə onu qeyd edin ki, sensor tərbiyə özü 1-3 yaşı əhatə edir. Sensor mədəniyyət 3-4 yaşı əhatə edir. Sensor etalon isə 5-6 yaş, böyük yaş dövrlərini əhatə edir. Bunların hamısı bir yerdə sensor inkişaf adlanır. Baxın müəllimlər, sensor inkişaf anlayışı içərisində
Bu qeyd etdiyim 3 dənə belə deyim mərhələ yer alır. Sensor tərbiyə, sensor mədəniyyət, sensor etalon. Sensor mədəniyyət uşağın hiss orqanlarının sistematik məşq elətdirməsidir. Montessori tərəfindən elmə gətirilib. Məşq etdirmək, Montessori mədəniyyət. Deməli biz bunu necə yadımızda saxlayırıq? 3 M qaydası kimi. Montessorinin M'si, məşq etdirmənin M'si, bir də mədəniyyətin M'si. Daha sonra sensor etalondan danışaq ki, sensor etalon uşaqlarda əşyaların xarici əlamətinin hamı tərəfindən qəbul edilmiş obrazlar haqqında təsəvvürlərin formalaşdırılmasını nəzərdə tutan uzun müddətli və mürəkkəb prosesdir. Deməli, belə bir sualla qarşılaşa bilərik ki, uzun müddətli və mürəkkəb proses nədir? Biz deyirik ki, sensor etalon elmə kim tərəfindən gətirilib? Əlbəttə ki, Zaporojets tərəfindən gətirilib. Sensor etalon özü 3 hissəyə bölünür. Forma etalonu, kəmiyyət etalonu, bir də rəng etalonu. Forma etalonu elə kvadrat, dairə, düzbucaq, dördbucağa aiddir. Kəmiyyət etalonu az, çox, böyük, kiçik. Rəng etalonu isə 7 rəng spektri, bir də ki, axromatik rənglər. Xromatik rənglər, axromatik rənglər. Xromatik rənglər 7-dən öyrəndiyimiz hər kəsin bildiyi rəngdir. Axromatik rəng deyəndə isə boz, qara, ağ, bax bunlar nəzərdə tutulur. Sensor tərbiyənin qarşısında duran bir sıra vəzifələr vardır ki, uşaqlarda perseptiv əməliyyatlar sistemini formalaşdırır. Yəni toxunaraq hiss etmə. Sensor etalon sistemi əşyaların xassələri, keyfiyyəti və münasibətləri haqqında təsəvvürlər yaradır. Bir də perseptiv əməliyyatlar və etalonlar sistemində praktik və dərk etmə fəaliyyətində müstəqil olaraq istifadə etmək bacarığını biz uşaqlarda formalaşdırırıq. Yəni uşaqlara bir sıra sərbəstliklər veririk ki, onları öz praktikasında tətbiq etsinlər. Sensor tərbiyə məktəbəqədər yaşlı uşaqların tərbiyəsinin mühüm problemlərindən biri olmaqla hissi təcrübənin rolu, əhəmiyyəti və məzmunu ilə izah edilir. Ətraf aləmlə tanışlıq, mürəkkəb təfəkkür proseslərinin, estetik hisslərin, yaradıcılıq qabiliyyətinin formalaşdırılması üçün duyğu və qavrayışın inkişaf etdirilməsi zəruridir. Deməli, körpə yaş dövründə uşaqlarda ilk öncə qavrayış formalaşır, duyğu formalaşır. Daha sonra uşaqların yaşı artdıqca 4-5 yaşlarında artıq bunlar təfəkkürdən əvəz olunmuş olur. Biz 4 yaşında bir uşağa deyə bilmərik ki, onun qavrayışı yaxşı deyil. Artıq biz onda deyirik ki, təfəkkür yaxşı inkişaf etməyib. Lakin biz 1-2 yaşlı uşağa da deyə bilmərik ki, təfəkkürün yaxşı inkişaf etməyib. Ona deyirik ki, qavrayışı yaxşı formalaşmayıb və yaxud da qavrayışı çox yaxşı formalaşıb. Sensor tərbiyə uşağın idrak fəaliyyətinin tərkib hissəsidir. Yəni, sensordan idrak bir-birindən bağlıdır. Hissi təcrübənin toplanması, dünyanın dərk edilməsi təsəvvürü və anlayışların formalaşmasının ilk pilləsidir. Ətraf mühit ilə ilk tanışlıq duyğu və qavrayışın fəaliyyəti üçün ilk mərhələləri təşkil edir. Montessori sensor tərbiyədə didaktik materiallara üstünlük vermişdi. Bu materialların yaxşı cəhəti uşaqları oyun zamanı öz fəaliyyətlərini yoxlayır, yaxşı və pis işlərinə başa düşə bilirlər. Pedaqoji elmdə bütün tərbiyə işində olduğu kimi uşağın sensor inkişafında da tərbiyəçinin rolunun yüksək əhəmiyyət verilir. Montessori isə sübut etməyə çalışırdı ki, didaktik materiallar pedaqoqu əvəz edə bilər. Sensor tərbiyə məktəbəqədər yaşlı uşaqlar rəngləri fərqləndirməyi, adlandırmağı öyrənir. Onlar haqqında öz təsəvvürləri əsasında mühakimə yürüdürlər. Onlar bir neçə rəngi qarışdırılmasından yeni rəng almağı öyrənirlər. Əşyaların rənginə görə fərqləndirir və mühakimə yürüdürlər. Uşaq 1 yaşda
bir rəngi 1 yaşda rəngləri fərqləndirməyə başlayır. 2 yaşda tərbiyəçinin köməyi ilə rəngləri adlandırır. 3 yaşında rəngi bir-birindən fərqləndirərək qırmızı, göy, sarı, yaşıl rənglərin adını deməyi öyrənirlər. Biz həmçinin sensor tərbiyə məşğələsində məkan haqqında təsəvvürlər də öyrənmiş oluruq, zaman haqqında anlayışları öyrənirik. Məkan haqqında təsəvvür deyəndə uşaq ətraf mühiti onun dinamikliyi, dəyişməsi ilə qavrayır. Yəni bütün həyat hadisələri məkan və zaman daxilində baş verir, forması və böyüklüyü olur. Məkan haqqında təsəvvürlər və anlayışlar uşağın əvvəlki biliyi ilə çox bağlıdır. Məkan təsəvvürlər anlayışına məsələn daxil edə bilərik biz məkan münasibətləri, məsafə, yerləşmə, istiqamət, sağ, sol, irəli, geri və s. Biz əgər uşaqlara sensor tərbiyə məşğələsində sağa, sola, irəli, geri anlayışını öyrətməsək, mənimsətməsək, növbəti ildə biz fiziki mədəniyyət məşğələsi keçən zaman bunu uşaqlardan tələb etməyə haqqımız yoxdur. Yəni biz uşağa sağ-solu öyrətməmişiksə, uşağa necə deyə bilərik ki, sağa dön və yaxud da sola dön, irəli gəl. Uşaq məkan münasibətlərini çətin mənimsəsə də tədricən yaxın və uzaq sözləri onun nitqində geniş yer tapır. Uşaqların lüğətində əvvəlcə burada, orada sözləri yaranır, daha sonra tədricən lüğət sahəsi genişlənmiş olur. Gimnastik hərəkətlərdə məkan anlayışı mənimsəməsində də mühüm rol oynayır. Bayaq da qeyd etdiyim kimi tədricən irəli, geri, sağa, sol məkan anlayışlarını mənimsəyirlər. Sensor tərbiyədə həmçinin də zaman haqqında təsəvvürləri inkişaf edir. Zaman anlayışı hiss üzvləri vasitəsilə deyil, təkrar olunan həyat hadisələri ilə formalaşır. Deməli, belə bir sual çıxar ki qarşımıza. Zaman anlayışı hiss üzvləri vasitəsiləmi öyrədilir? Əlbəttə ki, xeyr. Uşaqlar çox vaxt bu gün, sabah, dünən zaman anlayışını bir-birindən qarışdırırlar. Vaxtı başa düşmək, vaxt ardıcıllığı, vaxtın uzunluğunu anlamaq deməkdir. Yəni İndi sonra kimi məfhumlar uşaqların nitqində tez yaranır. Sensor tərbiyə uşaqlarda duyğu və qavrayışın inkişafının, təsəvvür və anlayışların əmələ gəlməsinə, daha sonra isə məntiqi təfəkkürün inkişafının əmələ gəlməsinə gətirib çıxarır.